Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 21-ci gününə qədəm qoyduq. Bu gecənin səmasında həm böyük bir rəhmət, həm də İslam tarixinin ən böyük hüzünlərindən biri qanat salır. Əziz və dəyərli izləyicilər, insan həyatı görünməz bir döyüş meydanıdır. Biz hər gün qərbimizin qapılarını qıran şeytanın vəsvəsələri ilə, nəfsimizin sonsuz istəkləri ilə vuruşuruq. Çox vaxt yorulur, büdrəyir və yolumuzu itiririk. Lakin məhz belə anlarda, tam yıxıldığımızı düşündüyümüz yerdə Rəbbimizə uzatdığımız əl ən güclü əldir. Bu gecə imsakın o dərin sükutunda göylərin qapıları məhz yolunu axtaran, şeytanın hücumlarından yorulmuş və əbədi bir istirahət yeri istəyən o xüsusi dua üçün asılır. Bugün biz 21-ci günün şeytanın qapılarını sındıran və cənnəti sənə ev edən duasını kəşf edəcəyik. Sizinlə qaranlıq bir gecədə iki sahabənin qəlbinə düşə biləcək zərrə qədər şübhəni kainatın əfəndisinin sallallahu aleyhi və alihi və səlləmin şeytan insanın qan damarlarında gəzir xəbərdarlığı ilə necə anında kəsib atdığını öyrənəcəyik. Heç bir sərvəti olmadığı halda hər səhər mən öz şərəfimi sədəqə verirəm deyərək göyləri titrədən və Allahın xüsusi razılığını qazanan Əbu Dəmdəmin sarsıdıcı hekayəsini eşidəcəksiniz. Bomboş, əşyasız bir evdə yaşayan, lakin gələn qonaqlara biz ən gözəl əşyalarımızı o biri evimizə göndəririk deyərək əsil mənzil fəlsəfəsini öylədən böyük səhabə Əbu Zərrin o böyük idrakına şahid olacaqsınız. Və 21-ci Ramazan gecəsində qanlar içindəykən Kəbənin Rəbbinə and olsun ki, mən qazandım deyərək ölümün özünü məğlub edən İmam Əlinin əleyhissalamın o böyük zəfər fəlsəfəsini dərk edəcəyik. Yorğunluğunuzu və günahlarınızı bir kənara qoyun. İndi şeytanın yollarını bağlamağın və əbədi mənzilə doğru addımlamağın vaxtıdır. Ramazanın 21-ci günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman oxuduğumuz dua bizim bu dünyadakı səyahətimizin xəritəsini cızır. Gəlin bu möhtəşəm duanı birlikdə oxuyaq. Allahümmə cealli fihi ilə mərzatikə dəlilə. Yəni, Allahım, bugün sənin razılığını aparan bir bələdçi, bir yol göstər mənə. Və lə təcəlli şeytali fihi aleyhə səbilə. Və şeytanın mənim üzərimdə bir yol tapmasına, mənə hökm etməsinə icazə vermə. Və cealil cənnətə li mənzilən və məqilə. Və cənnəti mənim üçün bir mənzil və əbədi istirahət yeri qıl. Ya qaziyə həvahicət talibin. Ey istəyənlərin, möhtacların ehtiyaclarını yerinə yetirən Rəbbim. Duadakı o incəliyə diqqət edin. Biz şeytanı yox et demirik, şeytanın mənə gedən yollarını bağla deyirik. Çünki şeytan həmişə olacaq, lakin önəmli olan bizim qəlbimizə gedən o deşikləri, o zəif nöqtələri Rəbbimizin köməyi ilə bağlamaqdır. Bizim şeytana verdiyimiz ən böyük yol, içimizdə yaranan şübhələr və sui-zən, yəni pis fikirlərdir. Bəs Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm şeytanın bu görünməz yolunu necə kəsirdi? Rəvayət edilən bu misilsiz hadisə Rəsulullahın sallallahu aleyhi və alihi və səlləmin insan psixologiyasına necə ustadca hakim olduğunu göstərir. Ramazan ayının son 10 günlüyü idi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm məsciddə etiqafda, ibadətə çəkilmiş haldaydı. Gecə vaxtı həyat yoldaşı Həzrəti Səfiyyə onu ziyarətə gəldi. Bir müddət söhbət etdikdən sonra Səfiyyə anamız evə qayıtmaq üçün ayağa qalxdı. Gecə zülmət qaranlıq olduğu üçün Rəsulullah sallallahu aleyhi və alihi və səlləm onu evinə qədər ötürmək qərarına gəldi. Onlar küçədə qaranlıqda yanaşı gedərkən, birdən ənsardan olan iki səhabə oradan keçdi. Qaranlıqda Peyğəmbərin yanında bir qadın olduğunu görən kimi dərhal addımlarını sürətləndirib uzaqlaşmağa çalışdılar. Lakin kainatın əfəndisi şeytanın o an onların qəlbində aça biləcəyi yolu gördü. Dərhal arxalarınca səsləndi. Dayanın, tələsməyin. Yanımdakı qadın mənim yoldaşım Səfiyyə binti Hüyeydir. Səhabələr heyrət və utanc içində donub qaldılar.
Subhanallah, ya Rəsulullah, biz sənin haqqında necə pis bir şey düşünə bilərik ki? Peyğəmbərimizin o an bütün bəşəriyyətə verdiyi o kosmik psixoloji xəbərdarlığa baxın. Şübhəsiz ki, şeytan insanın qan damarlarında qanın dövr etdiyi kimi dolaşır. Mən qorxdum ki, şeytan sizin qəlbinizə zərrə qədər də olsa bir şübhə, bir pislik atar. Allahu Əkbər. Baxın, 21-ci günün duasında şeytanın mənim üzərimdə yol tapmasına icazə vermə fəryadı məhz budur. Əgər Rəsulullah kimi bir insan belə şeytanın fitnəsindən qorunmaq üçün dərhal həqiqəti açıqlayırsa, biz özümüzü necə sığortalanmış saya bilərik? Şeytana yol verməmək, qəlbdəki kini, nifrəti və qısqanclıq qapılarını dərhal yerindəcə bağlamaqdır. Biz duamızda həm də Allahım, mənə sənin razılığına aparan bir yol göstər deyirik. Biz o razılığı çox vaxt pulda, qızılda, böyük xeyriyyə işlərində axtarırıq. Şeytan isə kasıb insanlara pıçıldayır. Sənin pulun yoxdur, sən Allaha nə təqdim edəcəksən? Əbu Dəmdəm adlı məchul bir səhabənin hekayəsi Allahın razılığına gedən o mütləq bələdçinin pul deyil, bağışlayan bir qəlb olduğunu bütün kainata sübut edir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bir gün səhabələrindən soruşdu. Hansınız hər gün Əbu Dəmdəm kimi sədəqə verə bilirsiniz? Səhabələr təəccüblə soruşdular. Ya Rəsulullah, Əbu Dəmdəm nə edir ki? Rəsulullah o kosmik səmimiyyəti bəyan etdi. Əbu Dəmdəm hər gün səhər yuxudan oyananda evindən çıxarkən əllərini göyə qaldırır və belə dua edir. Allahım, mənim sədəqə verəcək heç bir malım, mülküm yoxdur. Lakin mən öz şərəfimi, namusumu və heysiyyətimi sənin yolunda sədəqə olaraq verirəm. Bugün kim mənim qeybətimi edərsə, mənə söyərsə, məni alçaldarsa və ya mənə zülm edərsə, mən onların hamısını bağışlayıram, haqqımı onlara helal edirəm. Allahu Əkbər, bu necə bir məqamdır? O adamın cibində bir qəpiyi belə yox idi. Lakin o, cəmiyyətdəki ən çətin şeyi, öz egosunu, öz şərəfini qurban verərək sədəqə paylayırdı. Peyğəmbərimiz buyurdu ki, Allah onun bu sədəqəsini qəbul etdi. 21-ci gün bizə öyrədir ki, Allahın razılığına aparan bələdçi sənin evindəki sandıqda deyil, içindəki kini, nifrəti və intiqam hissini sədəqə verə bildiyin o bumbuz sükunət anındadır. Duanın 3-cü hissəsində biz Rəbbimizdən ən böyük mükafatı istəyirik. Cənnəti mənim üçün əbədi mənzil və istirahət yeri qıl. Bəs niyə bu dünyanı özümüzə əbədi ev saya bilmirik? Biz niyə qəlbimizi bu fani dünyaya bu qədər möhkəm bağlayırıq? İslamın ən böyük zühd, yəni dünyadan qopuş simvollarından biri olan böyük səhabə Əbu Zər Əl-Ğifarinin həyatı, duadakı o cənnəti mənzil qılmaq fəlsəfəsinin tam olaraq canlı təcəssümüdür. Bir gün bir adam Əbu Zərrin evinə qonaq gəldi. Adam evə daxil olanda heyrətə düşdü. Evin içi demək olar ki, bomboş idi. Nə düzəməlli bir yataq, nə bir mebel, nə də qab-qacaq var idi. Adam dözməyib soruşdu. Ey Əbu Zər, bəs sizin əşyalarınız, evinizin bəzəkləri haradadır? Niyə eviniz belə boşdur? Əbu Zər bəşəriyyəti qəflət yuxusundan oyadan o möhtəşəm cavabı yerdi. Bizim başqa bir evimiz var, cənnət. Biz əlimizə keçən ən gözəl əşyalarımızı, ən dəyərli şeylərimizi oraya, o əbədi evimizə göndəririk. Qonaq yenə israr etdi. Amma sən hələ ki buradasan, sən yaşadığın müddətcə bu evdə sənə nəsə lazım olacaq axı. Əbu Zər gülümsəyib, dünyanın həqiqi üzünü göstərən o son cümləni dedi. Lakin bu evin sahibi olan Allah bizi burada əbədi qalmağa qoymayacaq. Bizim köç vaxtımız yaxındır. Sübhanallah, biz isə köçəcəyimiz bəlli olan bu mehmanxanada qəsrlər tikmək, əbədi qalmaq üçün bir-birimizi qırırıq. 21-ci günün imsakında cənnəti mənə mənzil qıl deyərkən Rəbbinizə bunu deyirsiniz. Allahım, mən dərk etdim ki, bu dünya sadəcə mənim qısa müddət qaldığım bir otaqdır. Mənim qəlbimi bu otağın əşyalarına bağlama. Mənə əsl, əbədi və qusursuz evimi, cənnəti nəsib et. 21-ci Ramazan.
Bu günün və bu gecənin səmasında sadəcə rəhmət deyil, eyni zamanda İslam tarixinin ən böyük itkilərindən, lakin ən böyük zəfərlərindən biri yatır. Bu gün bəşəriyyətin ən böyük hikmət qapısı, Allahın aslanı İmam Əlinin aleyhisselam məsciddə, Rəbbinin huzurunda səcdədə ikən qətlə yetirildiyi o sarsıdıcı gündür. İbn Mülcəmin zəhərli qılıncı o mübarək başa enəndə məscidin divarları, səmalar titrədi. Bəs o dəhşətli an, qanlar içində yığılan İmam Əli aleyhisselam nə dedi? Fəryad mı etdi? İsyan mı etdi? Xeyr, o bütün bəşəriyyəti, həyatın və ölümün fəlsəfəsini sarsıdan o tək cümləni hayqırdı. Fuztu və Rabbil Kəbə, yəni and olsun Kəbənin Rəbbinə ki, mən qazandım, mən zəfər çaldım. Sübhanallah, bir adam öldürülür və o mən qazandım deyir. Niyə? Çünki biz ölümü bir son olaraq, bir məğlubiyyət olaraq görürük. Amma İmam Əli üçün bu dünya bir zindan, cənnət isə 21-ci günün duasında dediyimiz kimi əsl mənzil və istirahət yeri idi. O, bu zindandan çıxıb əbədi sevgilisinə, Rəbbinə və o çox darıxdığı Rəsulullaha sallallahu aleyhi və alihi və səlləmə qovuşurdu. Əsl zəfər, ölüm gəldiyi an mən qazandım deyə biləcək qədər alnı açıq, günahsız və Allaha aşiq yaşamaqdır. Bəs İmam Əli əleyhisselam o ölüm yatağında şəhadət şərbətini içməyə saatlar qalarkən övladlarına, Həsən və Hüseynə və bütün bəşəriyyətə nə vəsiyyət etdi? O, taxt-tacmı davası qıldı, qızılmı bölüşdürdü? Xeyr, o, bugün 21-ci gün duasında etdiyimiz, bizi cənnətə aparan yola ən böyük bələdçi olacaq o ölməz kəlamlarını miras qoydu. Sizə Allahdan qorxmağı, yəni təqvanı vəsiyyət edirəm. Dünya sizi istəsə də, siz dünyanı istəməyin. Əlinizdən çıxan heç bir dünyalıq şeyə görə ağlamayın. Haqqı deyin, yetimə rəhm edin və zalıma düşman, məzluma isə arxa olun. Sonra səsini biraz da qaldıraraq əlavə etdi. Allahı yetimlər barəsində unutmayın. Onların ağızlarını ac qoymayın. Allahı qonşularınız barəsində unutmayın. Allahı Quran barəsində unutmayın ki, başqaları onunla əməl etməkdə sizi keçməsinlər. İnsanlıq tarixinin ən böyük şəxsiyyətlərindən birinin son sözləri. Yetimlər, qonşular və Quran. 21-ci günün fəlsəfəsi budur. Şeytanın yolunu bağlamaq ancaq məzlumun yanında olmaqla, yetimin başını sığallamaqla mümkündür. İmam Əlinin dediyi kimi, ey insanlar, bu dünya geçid yeridir, qalmaq yeri, mənzil deyil. Əsl mənzil cənnətdir və o cənnət bu geçiddə etdiyimiz yaxşılıqlarla inşa edilir. İndi dərindən, aramla bir nəfəs alın. İçinizdəki şeytanın fısıltılarını, dünyanın yorucu küyünü və ölüm qorxusunu bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakin o dərin, mistik sükutunda təsəvvür edin. 21-ci gecənin və şəhadət gecəsinin nuru yorğun ruhunuzu aydınlatmaq üçün süzülür. Biz cənnətin əsl mənzil olduğu günlərdəyik. Birincisi, şeytanın yollarını kəsin. 21-ci günün duasını pıçıldayır. Allahım, şeytanın mənim üzərimdə yol tapmasına icazə vermə. Qaranlıqda şübhənin yolunu kəsən Rəsulullahı xatırlayın. Qəlbinizə gələn o suizən, həsəd və şübhə qapılarını dərhal, yubanmadan bağlayın. İkincisi, əbədi mənzili qurun. Cibində bir qəpiyi olmadan şərəfini sədəqə verən Əbu Dəmdəmi xatırlayın. Dünyadakı evini boş qoyub, ən gözəl əməllərini axirətdəki mənzilinə göndərən Əbu Zərri xatırlayın. Bu dünyanı qalıcı mənzil sanmaqdan əl çəkin. Üçüncüsü, həqiqi zəfəri hiss edin. Qanlar içində Kəbənin Rəbbinə and olsun ki, zəfər çaldım deyən İmam Əlinin qorxusuzluğunu ruhunuzda hiss edin. Ölüm bir son deyil, dünyəvi qonaq evini tərk edib əsl cənnət mənzilinə keçiddir. Siz bu qaranlıqda tək deyilsiniz. Siz
imsakın nuru ilə oyanan, şeytanın tələlərini qıraraq, Rəbbinin rəhmət yolunda əbədi mənzilinə doğru addımlayan xüsusi bir bəndəsiniz. Əgər bu video ruhunuzdakı zəncirləri biraz da olsa qırdısa, sizə bu dünyanın sadəcə bir mehmanxana olduğunu dərk etdirdisə, zəhmət olmasa bəyənərək və bizə abunə olaraq mənəvi səyahətimizə dəstək olun. Və rəy bölməsində əbədiyyətə olan mütləq istəyinizi bəyan etmək üçün bu cümləni yazın. Allahım, şeytanın məni səndən uzaqlaşdırmasına icazə vermə. Mənə haqqı tapmağı nəsib elə və cənnəti mənim üçün əbədi istirahət mənzili qıl. Oruclarınız qəbul, dualarınız müstəcab və ruhunuz daim zəfər içində olsun. Allahümmə səlli alə seyyidina Muhammedin və alə ali seyyidina Muhammed. Hələlik Allah əmanında.